Herkese salam əzizlərim, sizi kanalımda xoş gördüm. Eğer videoma baxırsınızsa, videomu bəyənib abunə olmağı unutmayın. İndi mən sizə pizzanı necə hazırlamaq lazımdırsa onu göstərəcəm. Əvvəlcə onu qeyd edeyim ki, mənim verdiyim ölçülərə əsasən 4 pizza çıxır. İndi keçək pizzamızın xəmirinin hazırlanmasına. Əvvəlcədən 6 stəkan unu qabımıza götürüb kənara qoyuruq. Daha sonra 2 stəkan ilıq suya 1 yemək qaşığı mayanı əlavə edib qarışdırırıq. Sonra unumuzu götürürük və suyumuzun bir qədərini una əlavə edirik. Daha sonra 2 dənə yumurta əlavə edirik və 2 yemək qaşığı duru yağ əlavə edib qarışdırırıq. Yəni xəmirimizi yoğurmağa başlayırıq. Kənarda qalan suyu isə yoğuraraq daha sonra əlavə edə bilərsiniz. Lazım olan qədərini əlavə edə bilərsiniz. Daha sonra xəmirimizi mayalanmağa qoyuruq və pizzamızın içinə gedənləri hazırlamağa başlayırıq. Mən pizzanın içərisinə toyuq əti, pomidor, biber və mozzarella pendirindən əlavə elədim. Siz qarışıq pizza hazırlamaq istəyirsinizsə, başqa şeylər də əlavə edə bilərsiniz. Məsələn, zeytun ola bilər, göbələk ola bilər. Yəni bu kimi şeylər də əlavə edə bilərsiniz. İçinə gedənləri doğradıktan sonra sosunu hazırlamağa başlayıram. 2 qaşıq tomata, 1 qaşıq mayonez əlavə edib və ədviyyat olaraq da duz və stiyot əlavə edirəm. Stiyotu çox əlavə eləməyin, yəni dadı o qədər də xoşunuza gəlməyə bilər. Mən də çox az əlavə edirəm. Daha sonra yarım stəkan su da əlavə edib qarışdırıram. Siz hazırladığınız sosa görə suyun miqdarını az və ya çox edə bilərsiniz. Pizzamızın içərisinə gedən hər şeyi hazırladıqdan sonra xəmirimizi də gətirirəm. Xəmirimiz artıq mayalanıb, çox gözəl mayalanıb, yumuşaq bir xəmir alınıb. Bir daha qeyd edeyim ki, bu qədər xəmirdən 4 dənə pizza çıxır. Pizzanın içərisinə gedənlər də eyni mən dediyim kimi hazırlasaz 4-ünə də yetəcək qədər malzemələriniz olacaq. Tavamızı yağlayırıq və xəmirimizi qoyub üzərinə istədiyiniz ardıcıllıqda ola bilər. Üzərinə hazırladığımız ərzaqları da əlavə edirik və göndəririk bişməyə. Pizzamız artıq hazırdır. Mən pizzaya bayılıram. Yəni bu reseptlə hazırladığım bütün pizzaları elə gözəl, elə qəşəng dadı olur ki, videoma buraya qədər baxdınızsa təşəkkür edirəm. Abunə olmağı unutmayın. Sağ olun.